Allahümme salli ala Muhammed və ali Muhammed. Dinimizin ən mühüm gərəkli məsələlərindən biri təvəkkül məsələsidir. İnsanın hər bir işində, ona yetişən hər bir xeyrində, atdığı hər bir addımda Allahı özü üçün vəkil qərar verməsi, işini Allahın öhdəsinə tərk etməsi, ona güvənməsi hər bir mömin üçün gərəkli olan şeylərdən biridir. Allah-u Teala Quran-ı Kərimdə, Quranın əvvəlindən axırına qədər təvəkkül mövzusunu daim diqqət mərkəzində saxlayır və möminlərin yalnız və yalnız Allaha təvəkkül etməli olduğunu, işlərini Allahın öhdəsinə tərk etməli olduğunu onlara bəyan eləyir. Ki, hər bir halda insan gördüyü hər bir işdə gərək o işin açarının Allahın əlində olduğunu qəbullanmış olsun. Heç bir halda nə özünə, nə bir başqasına güvənərək bir iş görməmiş olsun. Hər bir halda sən özünə də güvənərək bir işi görmüş olsan, bir başqasına güvənərək də bir işi görmüş olsan, bu insanın bir növ desək Allaha olan güvəninin, Allaha olan inamının sarsılmağına gətirib çıxaracaq. Bir yerdən sonra bütün müvəffəqiyyətlərinin, bütün xeyirlərinin elə öz uğuru olduğuna və yaxud ətrafda buna imdad, kömək eləyən kəslərin zəhmətinin bəhrəsi olduğuna inanacaq. Amma həqiqətdə hər bir xeyrin, hər bir lütfün, müvəffəqiyyətin Allahdan ona yetişməyindən qafil olacaq. Bu baxımdan Quran-ı Kərimdə Allah-u Teala dəfələrlə istəyir ruzu baxımından olsun, istəyir müşkillərin asanlıq baxımından olsun, hacətlərin həyata keçməyi baxımından olsun, düşmən qarşısında olsun, zalim qarşısında olsun, bütün bu halların hamısında bəndəsindən ona təvəkkül tələb eləyir ki, bütün işlərində mənə təvəkkül elə, mənə güvən. Arxayın olma ki, mənsiz sən hansısa bir işin öhdəsindən gələ bilərsən və təvəkkül elədiyi halda da daim bəndəsini nicata, uğura yetişdirib. Məsələn, Quran-ı Kərimdə Allah-u Teala Ali Firavunun möminindən danışır. Firavunun qövmünün içərisində bir mömin bəndə var idi ki, həmin o mömin bəndə tək canı ilə gəlir Firavunun qarşısına çıxır. Ona haqqı bəyan eləyir, öz qövmünü haqqa dəvət eləyir. Məsələn, Quran-ı Kərimdə Allah-u Teala Qafir surəsinin 40-44-cü ayələrində həmin onun barəsində danışır ki, gəlir öz qövmünün yanına deyir, ey qövm, mən sizi ancaq və ancaq nicata, qurtuluşa dəvət eləyirəm. Siz isə məni cəhənnəm oduna dəvət eləyirsiniz. Məni Allaha kafir olmağa çağırırsınız. Rəbbimə şərik qoşmağa çağırırsınız. Allah barəsində elmim olmayan bir şeyə məni dəvət eləyirsiniz. Və ənə əd'ukum iləl əzizil qəffar. Mən isə sizi bunların müqabilində əziz olan, qəffar olan, günahları əfv eləyən Allaha tərəf çağırıram. Bir neçə sözlər deyəndən sonra gəlir həmin o Ali Firavunun mümininin dilindən Allah-u Teala bu ayəni bizlərə bəyan eləyir. Sətəzkurunə mə aqul. Tezliklə siz mənim dediklərimi görəcəksiniz, biləcəksiniz. Və ufavvizu əmri ilallah. Mən öz işimi Allahın öhdəsinə tərk eləyirəm. Allaha tapşırıram. İnnəllaha bəsirun bil ibad. Ki, həqiqətən Allah öz bəndələrinin halından xəbərdardır. Həmin bu mömin bəndə ki, işlərini Allah-u Teala tərk eləyir, onun öhdəsinə qoyur, Allah-u Teala onu öz qövmünün əlindən nicat verir, xilas eləyir. İmam əleyhissalam bu ayənin təfsirində İmam Cəfər-i Sadiq əleyhissalam buyurur ki, Əl-mufavvizu əmrəhu iləllahi fi rahatil əbəd. Öz işlərini Allahın öhdəsinə buraxan,
Allaha tərk eləyən kəs əbədi, daimi rahatlıq içərisində olacaq. Çünki sən bilirsən ki, sənin işin barəsində ən dəqiqini bilən odur. Ən yaxşı tədbir tökən odur. Sənin üçün nəyin xeyirli, nəyin zərərli olduğunu bilən odur. Qüdrət onun əlində. Hər bir şeyi həyata keçirmək onun əlində. Bunu bildiyin halda niyə də işi ən gözəl bilənə, ən mütləq qüdrəti olana, ən yaxşı tədbir tökənə, hikməti ən dəqiq olana tərk eləməyəsən? Bir halda ki, sənin işin barəsində ən məlumatlı, ən qüdrəti olan, hər bir, bütün nə lazımdır bir işin həyata keçməsi üçün, hər şey onun əlində cəmlənir. Buyurur ki, işini Allaha tərk eləyən, Allahın öhdəsinə qoyan kəs daimi rahatlıq içərisində olacaq. وَالْمُفَوِّضُ حَقًّا هُوَ الْعَالِي عَنْ كُلِّ هِمَّةٍ دُونَ اللّٰهِ Həqiqi Allaha güvənən, Allaha təvəkkül eləyən, işini Allaha tərk eləyən kəs o kəsdir ki, Allahdan başqalarından ümidini üzər. Hər bir işdə yalnız Allaha güvənər. İnsan var ki, məsələn, bir işə baş qaldırır. Özünün nə o iş barəsində məlumatı yoxdur, nə əlində o imkanı yoxdur. Heç bir şərtlər bu insanın bu işə layiq olduğunu göstərmir. Danışırsan, qardaş, sən nə niyyətlə, nəyə güvənib, hansı ağılla bu işə girişirsən? Bir nəfər var, deyib, yaxşı olacaq, narahat olma. Bir nəfər var, o kömək eləyəcək. Filan kəs deyib, narahat olma, sən başda 3 gün, 5 gündən də sonra deyir, mənə sübh namazlarında dua elə. Gecə namazlarında dua elə. İş müşküldədir. Axı, sən bu işin nə qədər əhliydin? Kimə güvənib başlayırdın? Kimə ümid bəsləyirdin? İmam əleyhissalam buyurur ki, həqiqi işini Allaha tərk eləyən, həqiqi Allaha güvənən kəs odur ki, Allahdan başqasından ümidini üssün. 50.000 adam da gəlib buna söz versə, yenə də onların sözünə etina eləməsin. Güvənc yeri, söykənəcəyi yalnız və yalnız Allah olmuş olsun. Həzrət buyurur ki, İzzət və Cəlal sahibi olan Allah, Ali Fironun mümininin barəsində buyurur ki, onun bu sözlərini nəql edir Qurandan. Mən öz işimi Allaha tərk etmişəm. Həqiqətən Allah bəndələrinin halından xəbərdardır. Fəvəqahullahu seyyiati ma məkəru. Allah onların məkirlərindən, məkirlərinin zərərindən həmin o kəsi qorudu. Quran-ı Kərimin ayəsidir. Və haqə bi ali fir'una su'ul əzab. Və ali fir'una çirkin bir əzab nazil etdi. Ondan sonra İmam Sadiq əleyhissalam təhfizi məna eləyir bizlər üçün. Təhfizin hər bir hərfini bir xüsusiyyətlə əlaqələndirir. Həzrət buyurur ki, وَالتَّفِّيزُ خَمْسَةُ أَحْرُفٍ Təfviz, yəni işi Allaha tərk etmək, Allaha güvənmək, Allaha təvəkkül etmək 5 hərfdir. لِكُلِّ حَرْفٍ مِنْهَا حُكْمٌ Hər bir hərfin öz hökmü var. Həzrət buyurur ki, فَمَنْ أَتَى بِأَحْكَامِهِ فَقَدْ أَتَى بِهِ Hər kim onun hökmlərinə riayət eləsə, onu həyata keçirmiş sayılır. Nədir o? Buyurur, təfvizin tası min tərkit tədbiri və dünya. Dünyanı və dünyanın barəsində tədbir tökməyi tərk eləməkdir. İşi Allaha tərk eləməyin, Allaha güvənməyin birinci hərfinin mənası budur ki, dünya barəsində, dünyanın işləri barəsində tədbir tökməyi tərk edəsən. Bu mənada ki, sən oturub 5 ayın, 1 ilin, 20 ilin sonrasının tədbiri ilə məşğul olmayasan. İnsan var ki, bu günü üçün heç bir müşkülü yoxdur. Bugün çəkdiyi zəhmət 20 il sonraya köklənir. Məsələn, uşağı böyüyəndə çətinlik çəkməməyi üçün. Və illa əlində olan imkanları, vəsaitlərini,
şəraitlərini cəmləsən, bu gün bu insanın nə ibadətinə, nə itaətinə, nə məişətinə təsir göstərəcək heç bir problemi yoxdur. Bütün problemləri 5 ilin, 10 ilin, 15 ilin, 20 ilin işləri üçün çalışmağıdır. Həzrət buyurur ki, təfvizin, Allaha güvənin, Allaha işi tərk etməyin birincisi dünya və dünyanın tədbirini tökməyi tərk eləməkdir. Nə ki, zəruridir, öz yerində onu ələ gətirmək hər bir kəs üçün vacibdir. Amma artığının tədbirini tökmək, sənə bu gün lazım olmayan şeylə özünü yormaq, bunu tərk etmədikcə insan təvəkkülün həqiqətinə gedib yetişə bilməz. Vəl-fa'u min fəna'i kulli himmətin qeyrəllah. Fanın mənası Allahdan başqa hər bir şeyin faniliyinə etiqad bəsləməkdir. Allahdan başqa kimə güvənsən, bil ki, fanidir. Allahdan başqa nəyə söykənsən, bil ki, fanidir. Yəni, güvənc yeri deyil. Yalnız Allahdır əbədi, daimi, sərmədi olan, mütləq qüdrət, həqiqi elm sahibi olan kim, yalnız və yalnız ona güvənməklə insan öz işlərində müvəffəq ola bilər. Buyurur ki, vəl-vav min vəfail əhdi və təsdiqil vəd. Təfvizin vavı əhdə vəfalı olub və Allahın vədini təsdiq etməkdir. Həm Allahla olan əhdə, həm bəndələr arasında olan əhdə. Vəfalı olmaq və Allahın verdiyi vədə iman gətirmək, təsdiq eləmək. Ondan sonra imam buyurur, vəl-ya'u minəl-yə'si min nəfsik vəl-yəqini bi rəbbik. Yanın mənası özündən naümid Allahdan yəqin halında olmaqdır. İnsanı təvəkkülə aparan ən böyük yol və ya yollardan biri insanın həmin bu halda olmağıdır. Özündən arxayın oldun ki, mən Allahsız da bu işi görə biləm. Bu nə şeydir ki, mən buna görə Allaha ağız açım? Bu nə problemdir ki, mən buna görə dua eləyim? Duanı böyük işlər üçün görə bilər. Hansı işdə ki, insan böyüklük, kiçiklik özünə güvəndi ki, mən bunu Allahdan istəmədən də yerinə yetirə bilərəm, həmin o insan bədbəxti zəlalətdədir, xəbəri yoxdur. Ötən cümələrin, yaxın keçmişdə ötən cümələrin birində demişdik, Allah-u Teala Həzrəti Musa aleyhissalama buyurur ki, ya Musa, xəmirivin duzunu, qoyunuvun otunu da məndən istə. Yəni, özünü heç vaxt məndən ehtiyatsız bilmə. Özünü heç vaxt məndən, elə deyək, asılı olmadığını düşünmə. Hər bir halında, ən kiçiyində də, ən böyüyündə də. Özünü məndən ehtiyatsız bilmə, mənə söykən, mənə güvən, işlərimi mənə tərk elə. Həzrət buyurur ki, təfvizin hərflərinin mənalarından biri, yanın mənalarından biri insanın özündən naümid, amma Allaha olan ümidinin yəqin halında olmağıdır. Zərrə qədər şəkki yoxdur ki, Allah istəsə, bunu işində müvəffəq edəcək. Özünə gələndə, özündən naümiddir ki, ilahi, əgər sən bu işi həll eləməsən, mənim o qüdrət. İmamlarımızın dualarına baxın. Nə qədər duaların mətni həmin bu şeyin üzəri, məsələn, Kumeyl duası. Mineynəliyəl xeyru, ya Rəbb. Ey Rəbbim, səndən başqa xeyr mənə hardan gəlib çıxa bilər? Səndən başqa və ya İmam Səccad aleyhissalamın məsələn münacatı var. Həl yərci'ul əbdül abqi illə iləl-məvla. Ey mənim Rəbbim, məgər ağasından qaçmış qul, ağasından başqasına tərəf qayıdar. Və yaxud da münacatlara baxın ki, sən olmasan, mənim nə özümə bir xeyr, nə bir mənfəətim yetişə bilməz. Quran-ı Kərimin ayələri. Əgər o sizə göydən yağış endirməsə, yerdən nemətlər verməsə, siz hardan xeyr ələ gətirə bilərsiniz? Hardan fayda götürə bilərsiniz? Bütün işlərin başında, təvəkkülün, təfvizin başında bu şey dayanır. Özündən naümid, heç vaxt özünü gözündə böyütmə, arxayın olma ki, bunu mən eləyərəm. Arxayın olma ki,
sənin bu işləri yerinə yetirməyə gücün var, burada duaya ehtiyac yoxdur. Allaha nisbətdə isə yəqində ol ki, Allahın öhdəsindən gələ bilməyəcəyi heç bir iş yoxdur. Ondan başqa nəyə ümid bəsləsən, bütün qapıları üzvə bağlayacaq. Vəd verib Allahım Teala. Vəd verib ki, məndən başqasına ümid bəsləyənin üzünə bütün qapıları bağlayaram. İnşallah rəvayətini indi oxuyacağam. Həzrət buyurur ki, İmam Cəfər Sadiq əleyhissalam, "Vəddad minəd-damiri safi lillah və-zərurəti ileyh." Vadın isə mənası saf qəlblə Allahın Teala tərəf istiqamətlənməkdir və ona olan zərurəti qəbullanmaqdır. İmam əleyhissalam buyurur ki, İmam Rıza əleyhissalam, "Əl-imanu ərbə'atun." Ərbə'atu ərkan. İman 4 rükündən ibarətdir. İmanın özəyini bu 4 rükün təşkil edir. Onlardan birincisi ət-təvəkkül aləllahi əzzə və cəl. Birincisi izzət və cəlal sahibi olan Allaha təvəkkül eləməkdir. Həqiqi mömin odur ki, işlərində Allaha təvəkkül eləyər. Sığınacağı, güvənc yeri Allah olar. Buyurur, iman 4 rükündür, 4 sütunun üzərində bərpa olur. Onun birincisi Allaha təvəkkül eləməkdir. Varrıda bi qəzai. İkincisi Allahın qəzasına, onun barəsində tökdüyü tədbirə razı olmaq. Giləy-güzar eləməyək. Sənin barəndə nə qəzavət eləsə, razı olasan ki, ilahi, bu əmr səndəndirsə, bu iş səndəndirsə, ləbbeyk. Üçüncüsü imam buyurur ki, və təslimu li əmrillah, Allahın əmrinə təslim olmaqdır. Mühakimə eləməmək, səbəb axtarmamaq. Niyə bu işlər ancaq mənim başıma gəlir? Niyə bu müşküllər harda oldun məni tapır? Allahın qəzavətinə, sənin barəndə olan hökmünə razı olacaqsan, əmri də nədir? Ona təslim olacaqsan. Da durub Allahı məhkəməyə çəkməyəcəksən ki, nə olub elə bütün bəlalar məni tapır. Həzrət buyurur ki, və dördüncüsü və təfvizu iləllah, işləri Allahın öhdəsinə tərk eləmək. Ki, ilahi, burada faydanın, zərərin nə olduğunu sən məndən yaxşı bilirsən. Mən bu işin sənin öhdəvə tərk eləyirəm, barəmdə xeyirli nədir? Onu mənim üçün qərar ver. Nəyə əmr eləyirsən? Nəyi mənim barəmdə yaxşı bilirsən? Onu mənim üçün qərar ver. İmam Rıza əleyhissalam buyurur ki, qalə abdun salih, salih olan o bəndə, Ali Firavunun mümininə işarət et, dedi ki, və ufəvvizu əmri iləllah fəvəqahullahu seyyiat mə məkəru. Həmin o bəndəkin Firavunun qövmünün içərisində dedi, mən işlərimi Allaha tərk eləyirəm. Yəni, ilahi, sən bilərsən mənim barəmdə nəyi hökm eləyirsən? Allahum Teala onu o qövmün məkrindən, məkrinin şərrindən qorudu, nicat verdi. Salavat zikr elə Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Quran-ı Kərimdə Allahum Teala buyurur ki, "Vəlillahi qeybus semavati vel ard və ileyhi yurca'ul emr kulluh." Göylərin və yerin qeybi Allaha məxsusdur. İşlərin hamısı Allahın dərgahına qayıdır. Fa'budhu, ona ibadət et. Və təvəkkəl aleyh, ona təvəkkül elə, ona güvən. Və ma rabbuka bighafilin amma ta'malun. Və bil ki, Rəbbin sizin etdiklərinizdən qəflətdə deyil. Sən Allaha təvəkkül elə. Allah sənin də halından, sənin barəndə tədbir tökənlərin də halından xəbərdardır. Sənin işin nədir? İrfa'budhu, ibadət elə ona. Və Allaha güvən, Allaha təvəkkül elə. Allah sizin etdiklərinizdən bixəbər deyil. Sən öz öhdəvə düşəni elə, o da öz öhdəsinə düşəni eləyəcək. İmam əleyhissalam buyurur ki, mərhum Şeyx Kuleyni kafidə nəql eləyir. Bir nəfər Allah-u Müteal Həzrəti
Davud əleyhissalama vəhy etdi ki, ey Davud, ma'təsəmə bi abdun min ibadi dunə əhədin min xəlqi, ərəftu zalikə min niyyəti. Ey Davud, elə bir bəndəm olmadı ki, yaratdıqlarından ümid üzüb mənə söykənmiş olsun. Onun niyyətinin saflığını görüm. Thumma taqiduhus semavatu vel ard və mən fihinnə. Ondan sonra göylərdə və yerdə olanların hamısı onun əleyhinə iş görmüş olsun. İlla ca'altu lehul məxrəcə min beynihim. Mən də ona həmin o fitnələrin, tədbirlərin içərisindən bir çıxış yolu qoymayım. Yəni Allah bəndəsinin qəlbində ona olan təvəkkülünün, ona olan güvənin, səmimiyyətini görəndə, ondan başqalarından əl üzdüyünü görəndə, yalnız ümidinin, güvənc yerinin Allah olduğunu görəndə buyurur ki, göylər və yerlər, göylərdəkilər və yerdəkilər onun əleyhinə yığılışıb plan cızsalar, elə bir şey ola bilməz ki, mən onu bir çıxış yolu olmadan tərk edeyim. Quran-ı Kərimdə Təvaq surəsində Allah buyurur da, وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Hər kim təqvalı olsa, Allah onun üçün çıxış yolu qərar verər. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Ona ağlına gəlməyən yerdən ruzusunu yetirər. وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Hər kim Allaha təvəkkül eləsə, Allaha söykənsə, Allaha güvənsə, Allah ona kifayət eləyər. Buyurur ki, ey Davud, elə ola bilməz ki, bəndəm mənə ümid bəsləyə, mənə arxayın ola, yaratdıqlarımdan ümid üzə, onlara güvənməyə. Belə bir halda göylər, yerlər, göylərdəkilər, yerdəkilər onun əleyhinə cəm olsun, amma mən onu bir çıxış yolu olmadan tərk eləyim, tənha buraxım. Buyurur ki, elə bir bəndəm də olmaz ki, mənim yaratdıqlarıma ümid bəsləyər. Məni qoyub, mənim yaratdığıma ümid bəsləyir. Filan ağsaqqal həll eləyəcək, filan dost qarışacaq, düzəldəcək, narahat olma filan kəsin əlində 5 dəqiqəlik işdir və s. və ilaxır. Elə bir bəndəm də olmaz ki, məni qoyub yaratdıqlarıma ümid bəsləsin, onlara güvənsin. Mən göylərin və yerin səbəblərini onun üzünə bağlamayım. Yəni, bütün çıxış yollarını onun üçün bağlamayım. Və belə olduğu halda da Allah-u Mütealın əlindən bu bəndəni kim xilas eləyə bilər? Müşkülləri Allahın rızası olmadan kim həll eləyə bilər? Elə bir hal olmaz ki, bəndəm məni qoysun, mənim yaratdıqlarıma güvənsin, yerin göyün səbəblərini onun üzünə bağlamayın. Və la ubali bi eyyi vadin hələk. Onu hansı vadidə həlak olduğunu umursamayın. Nəinki o müşkülləri, nəinki o çətinlikləri həll eləmərəm. Yolları onun üzünə bağlayaram, çıxış yollarını. Və harda həlak olduğunu da heç düşünmərəm. Başqa bir rəvayətdə, bu rəvayəti də deyim, inşallah sözü tamamlayayım. Salavat şişirlə Peyğəmbər və Ali Peyğəmbər. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Hüseyn ibn Əlvan deyir ki, bir məclisdə idik, elmi məclisdə. Bəzi səfərlərdə ki, çətinliyim olurdu. Həmin bu çətinliyin səbəblərindən bir növ desək, qəmgin olurdu. Bir gün əshabımızdan biri yaxınlaşdı, dedi ki, ey filan, bir çətinliyin olanda kimə ümid bəsləyirsən? Kimə müraciət eləyirsən? Deyir, mən dedim ki, filan kəsə.
Bir nəfər var ona. Deyir ki, İzən vəllah la tus'afu hacatuk və la yəbluğuka əməluk və la tuncahu tələbətuk. Əgər belədirsə, and olsun Allaha ki, hacətin heç vaxt həyata keçməyəcək. İstəyivə heç zaman çatmayacaqsan, heç vaxtda tələb etdiyin şeyə qovuşmayacaqsan. Deyir, mən soruşdum ki, sən hardan bilirsən? Deyir ki, mən İmam Cəfər Sadiq əleyhissalamın bu sözləri dediyini eşitdim. Buna güvənərək deyirəm ki, heç vaxt hacətinə çatmayacaqsan. Deyir, İmam Cəfər Sadiq əleyhissalamın bu sözləri dediyini eşitdim ki, o həzrət buyurdu, mən bəzi kitablarda oxumuşam ki, Ənəlləhə təbarəkə və təala yəqul, mütəal olan Allah buyurur ki, və izzəti və cəlali və məcdi və irtifahi alə ərşi, İzzətimə and olsun, cəlalıma and olsun, ərşimin ucalığına and olsun. Ləəqtəannə əmələ kulli müəmmilin qeyri bilyəs, məndən ümid üzüb, başqalarına ümid bəsləyənlərin hamısını ümidini üzəcək. Və ləəksubənəhu savbəl məzəlləti indən nas, onlara insanların yanında zillət libasını geyindirəcəm. O kəs ki, məndən ümidini üzüb başqalarına arxayındır. İnsanların yanında ona zillət libasını geyindirəcəm. Və ləunəhiyyənəhu min qurbi, onu öz yanımdan uzaqlaşdıracam, qovacam. Və ləubədənəhu min fəzli, onu öz fəzlimdən, lütfümdən, kərəmimdən uzaqlaşdıracam. Əyyuəmmilu qeyru fişşədaid, çətinliklərində o, məndən başqasına ümid bəsləyir, məndən başqasından nəsə gözləyir. Və şədaidu biyədi, bir halda ki, bütün çətinliklərin düyünü mənim əlimdədir, açarı mənim əlimdədir. Və yərcu qeyri və yəqra'u bil fikri babə qeyri, məndən başqasının qapısına gedib, məndən başqasının qapısını döyür, bir halda ki, və biyədi məfatihul əvvab və hiyə muğləqə, o bağlı qapıların hamısının açarları mənim əlimdədir. Çətinliklərin həlli mənim yanımda. Bağlı qapıların açarı mənim yanımda. Sən məni qoyub, gedib yaratdıqlarımdan birinə ümid bəsləyib, onun qapısını döyürsən, belə olduğu halda buyurur, səni insanların yanında zəll eləyərəm, zillət libasını əynivə geyindirərəm. Buyurur ki, və babi məftuhun limən dəani, bir halda ki, mənim qapım məni çağıran üçün hər zaman açıqdır. Fəmən zəlləzi əmmələni linəvaibihi fəqət tə'duhu dunəhə, kim oldu ki, məndən bir şey istədi, ümidvar oldu, onun başqalarının öhdəsinə buraxdım. Ki, məndən istəmə, get filan kəssən istə. Nə vaxt bir bəndə məndən nəyisə umdu, ümid bəslədi, mən onu başqalarının ümidinə tərk elədim. Və mən zəlləzi rəcani li'azimətin fəqətə'tu rəcaəhu minni, kim məndən bir ricası oldu, bir təmənnası oldu ki, mən onun təmənnasını yerinə yetirmədim. Cəaltu amalə ibadi indi məhfuzə, bəndələrimin istəklərini, arzularını öz yanımda məhfuz, qorunan qərar vermişəm. Fələm yarlav bi hifzi, o mənim hifzimlə razı deyil. Yəni, sən razı deyilsən ki, istəklərimin, arzularımın Allah tərəfindən sənə yetişsin. Bir halda ki, Allah yanında olan arzuvu gedib bir başqasından istəyirsən, istəyivi gedib bir başqasından istəyirsən, özün kimi birinin yanında üzvün suyunu tökürsən. Buyurur ki, Allah-u Müteal, məgər bəndəm istəklərinin, arzularının mənim yanımda qorunmağına razı deyil. Və mələ'tu səmavati mimmən la yəməllu min təsbihi. Mən səmaları, göyləri mənim təsbihimdən, mənim şənimə təqdis eləyən varlıqlardan doldurmuşam.
Bir halda ki, onlar heç zaman mənə təsbih etməkdən yorulmurlar. Və əmərtuhum ən la yuğliqul əvvabə beyni və beynə ibadi. Onlara da əmr etmişəm ki, mənim ilə bəndələrim arasında qapıları bağlamasınlar. Fələm yəsiqu bi qavli. Bu bəndələr mənim bu sözümə inanmırlar ki, qapım həmişə üzvə açıqdır, gəl. Mənə güvənmirlər. Buyurur ki, ələm ya'ləm mən tərəqəthu naibətun min nəvaibi ənəhu la yəmluku kəşfəhə əhədun qeyri. Bəlalarla imtihan etdiyim bu kəslər məgər bilmirlər ki, onu çətinliklərdən məndən başqası xilas eləyə bilməz. Mənim iznim olmadan heç kim onun köməyinə yetə bilməz. Sən birinin qapısına borca gedəndə elə bilirsən ki, bu elə öz lütfündən, kərəmindən əta elədi. Allah onun o qəlbinə o mərhəməti salmasa, hardan onun o qəlbində mərhəmətdir ki, sənə imdad eləsin? Və ya bir kəsin qapısına bir iş üçün, kömək üçün gedəndə Allah onun qəlbinə o mərhəməti salmasa, o sənə necə kömək eləyə biləcək? İnsan var ki, arxayınsan, əminsən ki, bunun əlində bu məsələ heç nədir, gedirsən alınmır. Adamın özünə də təəccüblü gəlir ki, qardaş, elə bil ki, iş dolaşığa düşür. Buyurur ki, bir halda ki, onların bütün çətinliklərinin, dərdlərinin açarı mənim əlimdədir. Bəndəmə nə olub ki, onu məndən başqasına üst tutan görürəm. Ona öz kərəmimi məndən istəmədiyi halda əta eləmişdim. Yəni, sən istəmədiyin halda Allah sənə neymətlər verib. Sonra deyir, həmin neyməti onun əlindən mən almışam. İndi gedib başqasından onu tələb edir. Bunu sənə əvvəldə verən Allah idi. İndi səndən bunu alan Allahdır. Sən bu şeyi yenidən Allahdan tələb eləməkdən gedib başqasının qapısında özünün suyunu tökürsən. Buyurur ki, o məndən istəmədiyi halda ona öz cudumdan, kərəmindən əta eləmişdim. Sonra həmin o şeyi onun əlindən aldım, qaytarmaq üçün məndən yox, gedib məndən başqasının qapısını döyür. Məsələn, ruzunu sən istəmədən Allah sənin ayağına gətirib çıxardı. Sonra o ruzunu kəsib, İndi o ruzunu ələ gətirmək üçün Allaha qoyub gedib başqasından istəyirsən. Bu Allahın əlindədir də, yenə Allahdan tələb elə, yenə Allahdan istə. Buyurur ki, Allahu Teala, məgər bəndəm elə güman eləyir ki, istəmədiyi halda ona verdiyim bir neməti məndən istəsə ona verməyəcəm. Bir şey ki, bunu sən məndən heç istəməmişdin, mən sənə vermişdim. İndi ağız açsan, istəsən, mənə təvəkkül eləsən, məndən ümidvar olsan, sənin bu ümidini heçə çıxardaram, sənin bu istəyivi boşa çıxardaram, yetər ki, sən gəl istə də. İlahi, özün bilirsən deyil, sən özüvə Allah qarşısında kiçilməyi, ağız açmağı, rəva görmürsənsə, Allahum Teala niyə sənin müşkülünü həll eləsin? Sən gələcəksən, Allahın qarşısında zəlilliyi, acizliyi etiraf eləyəcəksən, hacətivi istəyəcəksən, o da sənin hacətivi rəva eləyəcək. Yoxsa özün bilirsən dərdlərimiz nədir, həll elə, bununla iş keçmir. Buyurur ki, məgər bəndəm belə güman eləyir ki, istəmədiyi halda verdiyim neməti, indi məndən istəsə, ağız açsa ona verməyəcəm. Əbəxilun ənə fəyubəxilun abdi, məgər mən paxılam ki, bəndən məni paxıl hesab eləyir. Əvələysəl cudu vəl kərəmuli, məgər cud, kərəm, lütf mənə aid deyil. Əvələysəl affı və rəhmətu biyədi, əf, bağışlamaq məgər mənim əlimdə deyil. Əvəleysə ənə məhəlləl amal, məgər arzuların, istəklərin, məhəlli cəmləndiyi yer mən deyiləm, məni qoyub kimin qapısına üst tutursan. Fəmən yəqtəuha duni, məndən başqa kim onunla sizin aranızda pərdə çəkə bilər? Məgər məndən başqasına ümid bəsləyənlər qorxmurlar ki, əgər göylərdə olanlar, yerdə olanlar, hamısı
Allahdan istək istəsələr, arzu diləsələr, onların hamısına əta etsəm, mənim mülkümdən bir zərrə qədər azalmaz. Belə olan halda məndən başqasına ümid bəsləməkdən qorxmursan. Bütün göylərin əhli, yerlərin əhli, hamısı cəm olub, Allahdan arzularını, istəklərini tələb eləsələr. Buyurur ki, onların hər birinə, bir fərdinə, bütün hamısına verdiyimin cəmi qədər əta eləsəm, yenə də mənim mülkümdən bir zərrə əskilməz. Necə əskilsin ki, onu ərsəyə gətirən mənəm. Fəya bu'sən lil-qanitinə min rəhməti. Belə olan halda, vay olsun mənim rəhmətimdən ümid üzənlərə. Və ya bu'sən limən asani və ləm yuraqibni. Belə olan halda, mənə üsyan edən kəslərin vay olsun halına. Təvəkkül, işə Allah'a tərk eləmək elə bir şeydir ki, hər bir halda sənin Allah'a olan möhtaclığın, Allah qarşısında olan acizliyin nişanəsidir ki, sən istənilən bir işində Allah'ı qüdrət sahibi bilərək ona tərəf üz tutursan. Ona olan imanının doğruluğunu təsdiqləyirsən ki, ilahi, mənim sənin qüdrətivə olan imanım, elmivə olan imanım, hikmətivə olan imanım və s. və ilaxır. Yəqinəndir, belə olduğu halda da işi sənin öhdəvə tərk eləyirəm. Belə olan halda başına gələn işlər belə bəndə üçün asanlaşır, yüngülləşir. Sən hər bir halda bilirsənsə ki, Allahın sənin barəndə məsləhət bildiyi qəza budur, ilahi təqdir budursa, nəyə giləy güzar eləyəsən? Yəni, sənin üçün xeyirli olan buydu da. Sənin üçün faydalı olan buydu. Bəlkə bu olmamış olsaydı, daha böyük bir müsibətə mübtəla olacaqdın. Daha böyük bir müşkülə. Və sonda bunu da deyək. İşi Allah'a tərk etmək, Allah'a təvəkkül etmək deyəndə, insanın öz öhdəsinə düşən işləri tərk etmək anlamına gəlmir. O demək deyil ki, sən əlvi qoy əlvin üstünə, otur evdə, işləri də Allah'a tərk elə ki, Allah mənim işlərimi görəcək. Yox, təvəkkülün, təfvizin mənası bu deyil. Mənası budur, sən öhdəvə düşən nə varsa, bütün gücünlə, öhdəliklərinlə çalışacaqsan, əməl eləyəcəksən, amma işin düyün nöqtəsinin Allahın əlində olduğuna inanaraq. Biləcəksən ki, əgər onun razılığı varsa, bu iş həyata keçəcək. Amma öz öhdəvə düşəni eləyəcəksən. Onun da razılığı olmasa, nə qədər cəhd eləsən, bu iş həyata keçməyəcək. Sən öz öhdəvə düşənləri eləyərək Allah'a təvəkkül eləyəndə, işləri Allahın öhdəsinə tərk eləyəndə, o xeyirlisi, faydalısı nədirsə, səni ona müvəffəq eləyəcək. Yoxsa elə otur evdə gözləşin, mən işlərimi Allah'a tərk eləmişəm, Allah hər şeyi həll eləyəcək, belə şey yoxdur. Bu insanın təvəkkül adı ilə özünü aldatmağıdır. Allahın verək izzətinə, cəlalına, əzəmətinə. Allahım Teala bizləri təvəkkül eləyənlərdən qərar versin. Allahım Teala bizi özündən başqalarına güvənən, ümidvar olan bəndələrdən qərar verməsin. Allahın verək izzətinə, cəlalına bizi özündən, özünün sevdiyi bəndələrdən başqalarına möhtac eləməsin. Allahım Teala arzularımızı, istəklərimizi, xeyirli olan hacətlərimizi tezliklə həyata keçirsin. Allahın verək izzətinə, cəlalına, Əhl-i Beyt əleyhimussalamın məhəbbətini qəlblərimizdə əbədi, daimi, sərmədi qərar versin. Bizləri Peyğəmbər və Əhl-i Beytindən ayrı salmasın. Onların məhəbbəti ilə qəlblərimizi nurlandırsın. Qur'anın nuru ilə qəlblərimizi nurlandırsın. Allahın verək izzəti cəlalına bizi Qur'an və Peyğəmbər və onun Əhl-i Beytinin əmr və qadağalarına riayət eləyən bəndələrdən qərar versin. Günahlarımızı
günahlarımızı, xətalarımızı əfv eləsin. Naqis olan ibadət və itaətlərimizi Peyğəmbər və Əhl-i Beytinin hörmətinə bizlərdən qəbul eləsin. Allahın verə izzətinə, cəlalına hər kimin nə müşkülü, çətinliyi var. Allah öz qüdrət əli ilə onları həll eləsin. Borcu olanların borcunu öz gizli xəzinəsindən əta eləsin. Hacəti olanların hacətlərini rəva eləsin. İltimas dua deyənlərin dualarını, hacətlərini rəva eləsin. Xəstəsi olanların xəstəsinə acil şəfa inayət eləsin. Allahın verə izzəti cəlalına övladı olmayanlara əməli salih övlad əta eləsin. Allahın verə izzətinə cəlalına barəmizdə xeyirli nə varsa ki ondan ikrah eləyirik. Allahım Teala şeylərin xeyrini bizə yetirsin. Barəmizdə də zərərli nə varsa onda israr eləyirik. Allahım Teala onların zərərini, şərrini bizlərdən uzaq eləsin. Allahın verə izzəti cəlalına bizi Əhl-i Beyt məhəbbəti ilə böyüdən valideynlərimizin dünyadan köçənlərini qəriq rəhmət eləsin. Qalanların ömürlərini bərəkətli eləsin. Allah hidayət olmamışları hidayət eləsin. Hidayət olmuşların imanını kamil eləsin. Allahın verə izzətinə, cəlalına bu dinin yükünü çiynində daşımış əvvəlki nəsilləri, məxsusən alimlərimizin dünyasını dəyişənləri qəriq rəhmət eləsin. Qalanların ömürlərini bərəkətli eləsin. Onları düşmənin, nəfs-i əmmarənin, şeytanın şərrindən amanda qərar versin. O elm tələbələri ki, Əhl-i Beyt məarifini öyrənirlər, öyrədirlər. Allahım Teala onları da yerin, göyün bəlasından, nəfs-i əmmarənin, şeytanın şərrindən amanda saxlasın. Elmdə və salih əməldə müvəffəq, müəyyəd qərar versin. Allahın verə izzəti cəlalına müsəlmanların izzətini, namusunu, canını, malını qorumaq yolunda o kəslər ki, özlərini sipər eləyirlər. Dünyasını dəyişmişləri Allahım Teala qəriq rəhmət eləsin. İmam Hüseyn əleyhissalamla məşhur və məhşur eləsin. Qalanların qədəmlərini düşmən qarşısında sabit eləsin. Qəlblərinə dəyanət əta eləsin. Allahın verə izzətinə, cəlalına, vətənimizin keşiyində dayanan, sərhədlərimizi qoruyan, əskərlərimizi sağ-salim öz ailələrinə qayıtmağı təmin eləsin. Onları düşmənin şərrindən amanda qərar versin. Şəhidlərimizi İmam Hüseyn əleyhissalamla məşhur və məhşur eləsin. Yaralılarımıza acil şəfa inayət eləsin. Zamanəmizin sahibi, ağamız, mövlamız İmam Zaman Əccəlallahu Teala Fərəcəhü Şərifin zuhurunda təcil eləsin. O ağanın zuhuru ilə yer üzərində ədaləti bərqərar eləsin. Bizi o həzrətin xidmətində müvəffəq və müəyyəd olanlardan qərar versin. Peyğəmbər və ali Peyğəmbərə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed və ali Muhammed və azzil fərəcəhum.